mən iti bağlayanda həyətdə Mərdəkanla. İtin zənciri qırmışdı, o bağlayanda it qaçdı başını o yana. Mən də sən də zəncirin bir tərəfi ilişib mənim ayağıma, bu tərəfə qaçırdı. Mənim öz vesim o yana mən qaçırdı. Məcbur oldu, mən getdim yerə, sol tərəfdən. Deydim yerə və sonra başım da deydi. Durdum, gördüm, ayaqlar mənimdir. Hər cür, nə qədər elədim. Axır qonşulara qışqırdım, gəldilər, iti bağladılar, məni də gətirdilər skor ilə sabunçuya, rengen elədilər. Dedilər ki, ancaq travmatologiya xəstəxanası. Doktor Nizami, o da ki, deyib ki, məmuliyyətləri bir araya qəbul eləyərik. Dünən gündüz də əməliyyata çıxdım. Sonra qoydular mənə o reanimasiya şöbəsi var orada. Bir sutqa orada qaldım, səhər də gəldim bura və buradan başladılar mənə yavaş-yavaş öz təşəbbüsü ilə ki, girdi içəri, durğuzdu ayağa ki, sən gəzəcəksən. Sən möhkəm kişisən, gəzəcəksən. Dedim ki, yaxşını, möhkəmliyimi bildim, gəzməyim, ayağım mənim yoxdur. Yox, vermir, dedi, verəcək. Dirək verdi, durğuzdu, sağ olsun. İndi də ki, bir axıla qızımla ikimiz ata-bala durdum ayağa bir də. Yəni, tədricən birinci kələm qorxdum, sözdən çıxdı. Psixologi məndə oldu o. İndi hələ ki, yaxşıyam da belə, bu qədər.